Bismillahirrahmanirrahim və bihi nəstəin. Bağışlayan və mehriban Allahın adıyla salamlayıram sizi, əziz və dəyərli tamaşaçılar. Allahın salamı, rəhməti, məğfirəti və lütf və inayəti üzərinizə olsun inşallah. Bu günlərdə, məclislərdə, getdiyiniz mərasimlərdə inşallah ki, bizi öz xeyir dualarınızda unutmursunuz. Bu dəfə fərqli bir sualla və çoxlarını maraqlandıran bir sualla sizin qarşınızdayam. Çox sual olunur ki, Həzrəti xanım Fatimə Zəhra həmişə öz qonşularını öz istəklərindən irəli salırdı. Yəni İmam Həsənin dilindən də biz eşitmişik və tarixdə də qeyd olunub ki, nəql olunur ki, xanım Fatimə Zəhranın gecə ibadətlərini müşahidə edən zaman İmam Həsən deyir ki, mən həmişə görürdüm ki, anam gecələr ibadət etdiyi zaman birinci qonşulara dua edirdi, daha sonra özümüzə. Və ondan sual edəndə də deyirdi ki, xanım Fatimə Zəhra belə deyirdi ki, əvvəl qonşular, sonra biz. Əvvəl digərləri, sonra biz. Yəni qonşuların rifahını, qonşuların sıxıntılarını, onların dualarının qəbul olunmasını, hacətlərini daha önə salırdı özlərindən. Baxmayaraq ki, o özləri Əhl-i Beyt idi, daha üstün bir ailə idi, Peyğəmbər ailəsi idi, amma yenə də o qonşuları daha önə salırdı. Bəs nə baş verdi ki, yəni xanım Fatimə Zəhra o qonşular ki, onları dualarında hamıdan önə salırdı, onları daha çox düşünürdü və hər gecə onlar üçün xüsusi dualar edirdi. Bəs necə oldu ki, Peyğəmbər dünyasını dəyişəndən sonra xanım Fatimə Zəhra gecələri və gündüzləri o qədər göz yaşı axıdırdı, o qədər ağlayırdı ki, qonşuların azar və əziyyətindən səbəb olurdu. Və yaxud da bəzilərində sual yaranır ki, xanım Fatimə Zəhra necə ola bilər ki, məsələn, heç vaxt qonşular onun səsini eşitməzdilər, səsinin eşidilməsinə diqqət edərdi ki, digərləri tərəfindən eşidilməsin, amma indi elə ağlayırdı ki, qonşular onun səsini eşidirdilər, Əleyhissalama şikayət edirdilər. Necə ola bilər ki, xanım razı olsun ki, qonşular əziyyət olsunlar? Məgər bu haqqın nas deyil? Belə bir suallar yaranır insanlarda. Əvvəla qeyd edim ki, xanım Fatimə Zəhranın ağlamağı tarixdə mənalı, hədəfli və siyasi bir ağlamaq kimi də hesab oluna bilər və bihudə bir ağlamaq deyil idi. Amma ağlamağının səbəblərini istəyirəm çatdırım ki, məhz hamımıza aydın olsun ki, nə baş verirdi, necə olmuşdu. Birincisi budur ki, xanım Fatimə Zəhra bildiyimiz kimi Peyğəmbəri olduqca çox sevirdi. Yəni, məlum məsələdir ki, hər bir qız öz atasına böyük bir məhəbbət bəsləyir və əgər bu ata Allahın höccəti, Allahın Peyğəmbəri olsa, bu xüsusilə məhəbbət bəsləməsinə səbəbdir. O, öz əziz atasının ayrılığına dözə bilmirdi. Birinci dəlil bu idi. Niyə xanım Fatimə Zəhra gecə və gündüz ağlayırdı? Atasının ayrılığına tab gətirə bilmirdi, çünki Peyğəmbər onun üçün çox əziz idi, ona böyük bir məhəbbəti var idi və kiçik yaşlarından xanım Fatimə Zəhranı demək olar ki, anasını itirdiyi üçün Peyğəmbərlə olmuşdu hər zaman. Atasının ayrılığına tab gətirə bilmədiyi üçün atasının qəmində və qüssəsində, öz əzizinin qəmində, qüssəsində ağlayırdı. İkincisi budur ki, İslam düşmənlərinin dinə vurduğu zərbə xanımı çox incidirdi. Yəni, hədsiz dərəcədə incidirdi. Yəni, Peyğəmbərin yatağında vəsiyyətinə əməl olunmaması və Peyğəmbərə sayıqlayır deməsi və İslamın əsaslarından olan imaməti ayaq altında qoymaqları və İslam düşmənlərinin dinə vurduqları zərbə xanımı çox incidirdi, narahat eləyirdi. Bugün də belədir. Bugün də əgər insanların həqiqətən dinə məhəbbəti, bağlılığı, inancı varsa, hansısa dini bir atributa, hansısa dini bir ayinə və yaxud dinə zərbə gələcək bir hərəkətlərlə rastlaşan, ona tuş gələn insanlar, həqiqi şiyələr olsa, sözsüz ki, gecə və gündüzlərini bir-birinə qatırlar və narahatçılıqdan yuxuya belə gedə bilmirlər. Əgər bugün düşmən hərəkətləri bizi narahat etmirsə, dinə vurduqları zərbə bizi narahat etmirsə, özümüzü bir tarixə bir baş vurmalıyıq, Mədinə əhli ilə müqayisə etməliyik və özümüzə bir baxış keçirtməliyik ki, nöqsan hardadır ki, bu məsələlər bizi narahat etmir. Və üçüncü nöqtə bu idi ki, onun göz yaşları mənalı göz yaşları idi və
bir çox istismarcıları, mesajları bizə çatdırırdı. Yəni Mədinə əhlinə çatdırırdı və bu gün də bizə çatdırır. Və onun göz yaşları onun özünə və onun həyat yoldaşı olan İmam Əli əleyhissalama olan zülmlərə nisbətdə idi. Yəni İmam Əlinin məzlumiyyətini görürdü və göz yaşları vasitəsilə etiraz edirdi, çatdırırdı. Yəni bir səbəbi də bu idi. Həmin o göz yaşları tarixdə əgər qeyd olunmasaydı, həmin o məzlumiyyət tarixdə qeyd olunmasaydı, bu gün bəlkə biz də xəbərsiz olacaqydıq imamətə olan zülmlərdən. Və o bir çox mesajları daşıyırdı özündə. Digər nöqtə budur ki, qonşulara əziyyət üçün deyil idi. Əsla və əsla onun göz yaşları qonşulara əziyyət üçün deyil idi. Bir xanım ki, öz əzizini əldən vermişdi və qürbətdə hiss eləyirdi özünü, məzlumiyyətin içərisində idi. Onun göz yaşları əslində xanımın nə qədər qürbət hissi yaşadığı, nə qədər məzlumiyyətdə olduğunun nişanəsi idi. Yəni insanların arasında idi, peyğəmbəri görən, dərk edən şəxslərin arasında idi. Amma peyğəmbərin buyurduqlarını ayaq altında qoymuşdular deyə bu xanımı çox incidirdi və narahat edirdi və öz əzizini itirməkdə bir tərəfdən ona görə də şiddətli əzab verirdi xanıma. Yoxsa onun qonşulara əziyyət etmək kimi bir məqsədi yox idi. Və digər nöqtə budur ki, xanımın göz yaşları ilk məzlumun, yəni peyğəmbərdən sonra Əhl-i Beytdən olan ilk məzlum şəxsin məzlumiyyətini çatdırırdı. Yəni İmam Əli əleyhissalamın məzlumiyyətini çatdırırdı insanlara və onun haqqının qəsb olunmasını çatdırırdı insanlara. Göz yaşları ayıldıcı göz yaşları idi əslində və bu ilahi bir vəzifə idi ki, xanım bunu icra edirdi. Yəni tarixdə biz baxırıq ki, İmam Səccad əleyhissalam öz duaları ilə, digər imamlar məsələn hərəsi öz dövründə bir əməllə, bir rəftarla dövrün zülmlərinə qarşı durublar və çatdırıblar nələrisə. Burada da ilahi vəzifə idi ki, xanım Fatimə-i Zəhra imaməti müdafiə etsin və ona olan zülmləri də çatdırsın cəmiyyətə. Və zülm və zalımı rüsvay edən göz yaşları idi. O göz yaşları zülmü çatdırırdı və zalımın zülmünü rüsvay etmək məqsədi ilə idi. Və bu sözsüz ki, zülmə qarşı çıxmaq və insanlara zalımı tanıtdırıb rüsvay etmək sözsüz ki, qonşunun yəni haqqından daha irəlidə gəlir. Bu qonşunun əziyyətindən daha üstün bir məsələ olduğu üçün xanım bu yerdə artıq, yəni bu addımı atırdı, bu cür rəftar edirdi. Və xanım uca ağlamırdı. Bir məsələ. Əksər insanlar deyir ki, xanım Fatimə-i Zəhra elə bir şəxs idi ki, məhrəm-naməhrəm məsələsinə riayət edirdi. Nə üçün bəs gecələr uca səslə ağlayırdı? Tarixdə təhlillər arasında qeyd olunur ki, o uca ağlamırdı. Nəinki qışqırsın, səs-səda salsın. Belə deyil idi onun ağlaması. Sadəcə onun ağlaması belə idi ki, Mədinə şəhərinin əhatəsi məhdud idi onda. Evlər bir-birinə yaxın idi və xanım ağladığı zaman qonşu evlərdəki uşaqlar, körpə südəmər uşaqlara belə təsir qoyurdu. Allahın höccəti olduğu üçün, Peyğəmbər qızı olduğu üçün bütün göz yaşına boğulurdu və şəhər əhalisindən qonşu evlərdə başlayırdılar onun ağlamağına. Özlərini bəzi xanımlar saxlaya bilmirdi və uşaqlar saxlaya bilmirdi, ağlayırdılar və bir-bir bu cür məsələn ağlamaq səslərinə hamısı başlayırdı ağlamağa və şəhəri ağlamaq səsi bürüyürdü. Bu səbəb olurdu ki, şəhər əhalisi gecə narahatçılıq keçirsin və göz yaşlarına qərq olsun, səsküy olsun və istirahət edə bilmirdilər. Məhz buna görə şikayət edirdilər ki, xanım Fatimə-i Zəhra ağlamasın. O ağlayır, körpə uşaqlarımız belə onun ağlamasına dözə bilmirlər və göz yaşı axıdırlar və sonra da rahatçılıqları pozulur. Yenə də bu yerdə öz rahatçılıqları pozulmasın deyə gəlib Əli əleyhissalama şikayət edirdilər. Deyirdilər ki, Həzrəti xanım Fatimə-i Zəhra ağlamasın, o ağladığı zaman biz də narahatçılıq keçirdirik və yaxud da ağlayırsa, ya gecə ağlasın, ya gündüz ağlasın. Amma xanım, yəni zalımı rüsvay etmək üçün və zülmə etiraz məqsədli öz siyasi göz yaşlarını, öz mənəvi göz yaşlarını, ismarc dolu göz yaşlarını həm gecə, həm gündüz axıdırdı və bu şəkildə də etirazını bildirirdi. Və bəzən də yəni Uhud döyüşündə şəhid olan şəhidlərin qəbrinə gedirdi, Peyğəmbərin qəbrinə gedirdi və daha sonra isə Həzrəti İmam Əli əleyhissalam hüzn evini onun üçün düzəltdi və hüzn evində gedirdi. Bəzi saatlarda qəlbini boşaldırdı və göz yaşlarını axıdırdı, mübarək göz yaşlarını.
Belə olmasın ki, biz də zamanımızın imamının göz yaşlarına səbəb olaq. Bu hadisələrin təkrarlanması, hər il 20 gün təkrar-təkrar qeyd olunması, yeni nöqtələrin çatdırılması hamısı buna görədir ki, biz də dövrümüzün höccətini, dövrümüzün imamını, haqqını ayaqlar altında qoymayaq və onun səsinə müsbət cavab verək inşallah. Allah bizi Əhl-i Beyti dərk edənlərdən qərar versin. Gələn dəfə görüşmək ümidi ilə Allah əzadarlarınızı qəbul eləsin inşallah.